Xəyali Əhmədi testinin izahına baxırıq. Ümumi sınaq 1, test 7, Azərbaycanda ibtidai cəmiyyət. Birinci sualdan başlayaq. İbtidai cəmiyyət daş dövrü, tunç dövrü. Heyvanların əhləşdirilməsi bəli, ortadaş. Şəhərlərin ətrafına müdafiə divarlarının çəkilməsi bu tunç dövrüdür. Bacarıqlı insanların ovçuluqla məşğul olması bəli, demək bir olacaq aynəncə. Tunç dövrü. Maldar tayfaların yaylaqda məskunlaşması bəli, köçmə yaylaq maldarlığı. Zar mağarasının əmarətlərinin tapılması. Zar mağarası tunç dövrü abidəsi deyil. Əhalinin qayalar üzərində rəsmlər çəkməyi öyrənməsi hələ Qobustanda belə, yəni mezolit dövründə belə qayalar üzərində şəkillər var idi. Yəni öyrənmə tunç dövrü deyil. Ona görə 1-ə A, 2-yə də A. Homo sapienslərin yaşadığı dövrə aid deyil. İnsanların daşdan, sümükdən sadə əmək alətləri hazırlamağa bacarması bəli. Qəbillərin mövcud olması bəli. Vulkanik şüşə və çaxmaq daşından kəsici qaşov tipli alətlərin hazırlanması düzdür. Mağaraların daxilində ocaqların qurulmasına başlaması təbii ki, səhvdir. Çünki ocaqları qurub 2 dəfə bacarıqlı insan. Yəni alt paleolit dövründə. Alt paleolit dövründə isə homo sapienslər yox idi. Azıxantropun həyat tərzi üçün səciyyəvi deyil. Sürü halında yaşayırdı, bəli. Əsas məşğuliyyəti yığıcılıq, ovçuluq idi, bəli. Təbii odla tanış idi, bəli. İri çay daşlarından kobud əl çapacaqlar hazırlanırdı, bəli. Heyvanların ovlamasında ox və kamandan istifadə edilirdi, xeyr. Ox və kamanı kəşf edib ağıllı insan. Tunc və dəmir dövrünün ortaq abidəsidir. Daşsalahlı paleolit, Kamiltəpə neolit, Kültəpə ancaq tunc dövrü, qazma paleolit dövrü, Uzuntəpə isə son tunc erkən dəmir dövrü abidəsidir. Çünki Uzuntəpədən həm tunc, həm də dəmir tiyənlər tapılmışdı. Neolit dövründən fərqli olaraq enolit, tunc dövrü, duluzçuluqda kürələrdən istifadə edilirdi. Neolit dövründən fərqli olaraq enolit dövründə, bəli, enolit dövründə kürə vardı, amma neolitdə kürə yox idi. 1-ə verdi yanı. Heyvanlar əhləşdirirdi, oxşar. Qəbirlərə müxtəlif əşyalar qoyulurdu, oxşar. Deməli, 1 olacaq. Yalnız A. Digərlərini çıxardıram. Tunc dövrü. Təsərrüfatda yeni alətlərdən istifadə edilirdi, oxşar. Neolit dövründə toxa, oraq, tunc dövründə xış. Naxışlı qablar hazırlanırdı, bəli. Neolit dövründə naxış yox idi. Tunc dövründə naxış var idi. Çünki naxış ilk dəfə yaranıb enolit dövründə. 2-yə verdik B-ni. Balıqçılıq 2-ci dərəcəli sahə idi, bəli. 2-yə də B ilə C, 1-ə A, 2-yə də B ilə C, D variantı. Orta daş dövrünə aid uyğunluq gözlənilməmişdir, yəni yanlış fikir istəyir bizdən. Eradan əvvəl 12-8-ci minillikləri əhatə etmişdi, bəli. Qobustan abidələri əsasında öyrənilmişdi, düzdür. Qədim incəsənətin çiçəklənmə mərhələsidir. Qədim incəsənətin çiçəklənmə mərhələsi orta tunc dövrüdür. Yəni, incəsənət inkişaf edib mezolit dövründə, amma çiçəklənmə mərhələsi deyiriksə, bunu xüsusi vurğuluyuruqsa, bu artıq orta tunc dövrüdür. Xəritə və cədvələ əsasən uyğunluğu müəyyən edin. Deməli, 1. Gədəbəy, 4. Ağcabədi, 3. Naxçıvan, 5 də Şəki. Daha doğrusu Oğuz. Şəki nədir? Oğuz. Orada Kərimli abidəsi olacaq, %100. Baxaq. 2-5. 2. Tovuz, 5 də Oğuz. Dini ibadətgahlar mövcuddur, xeyr. Oğuzda dini ibadətgahlar yox idi. 1-3. Siklopik tikililər mövcud idi. 1 Gədəbəy, 3 Naxçıvan, düzdür. Neolit dövrünə aid təsərrüfat alətləri tapılmışdı. 2-4. 2 Tovuz, 4 Ağcabədi, düzdür. Olacaq 2 ilə 3, B variantı. Hamısına baxaq. 3-5. 3 arad, 3 Naxçıvan, 5 də Oğuz. Qədim ocaq izləri aşkarlanmışdı, xeyr, ocaq izləri Xocavənd. Ona görə olacaq 2 ilə 3, B variantı. Balıqçılıq və ovçuluğun ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildiyi dövrdə baş verməmişdir. Balıqçılıq və ovçuluq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilib enolit dövründə. Yəni, deyir ki, enolit dövründə baş verməyən hadisə. Ölülərin yaşayış məskənlərində dəfn edilməsi, bəli. İnsanların ilk dəfə metalla tanış olması, bəli. Əkinçilik və maldarlığın əsas təsərrüfat sahəsi olması, düzdür. Dəfn zamanı cəsədin üzərinə qırmızı boya çəkilməsi, düzdür. Tayfa əhalisinin həyatında duluzçuluğun əsas yer tutması, enolit dövründə tayfa yox idi axı. Tayfa yaranıb erkən tunc dövründə. Neolit dövrü. Toxuculuğun yaranması, duluzçuluğun yaranması, baxaq. Evlərin möhrədən tikilməsi enolit. Təsərrüfatda şərabçılığın üstünlük verməsi orta tunc. İlk əkinçilik vərdişlərinin yaranması mezolit. Evlərin döşəməsinə həsr salınması enolit. İnsanların təbiətdən asılılığının xeyli azalması
Neolit. Bu da bugünkü yeni dəyişikliyin sözüdür. Yanlış fikri müəyyən edin. Erkən Tunc dövründə duluz çarxından istifadə məhsuldarlığı artırmışdı, təbii ki, düzdür. Orta Tunc dövründə sosial bərabərsizlik dərinləşdi, düzdür. Tunc dövründə yaşayış məskənlərinin ətrafına müdafiə divarları çəkilirdi, düzdür. Kürəraz mədəniyyəti dövründə sadə toxuculuq dəzgahından istifadə olunurdu, səhvdir. Çünki toxucu dəzgahı ilk dəfə Orta Tunc dövründədir. Paleolit və mezolit dövrü üçün paleolit və mezolit dövrü ilə ümumi xüsusiyyətlər deyil. Paleolitin mezolit dövrü ilə ümumi xüsusiyyətlər deyilən fərqli cəhət istəyir. Təbiətin hazır nemətlərindən istifadə edilməsi. Yəni, təbiətin hazır nemət deyəndə, yəni ki, mənimsəmə təsərrüfatı, istehlak təsərrüfatı nəzərdə tutulur. Oxşardır. Ölülərin qəbirlərə dəfn edilməsi oxşardır. Əhalinin tikinti təcrübəsinə malik olması oxşar. İbtidai din təsəvvürləri mövcud olması oxşar. Ulizma sakinlərinin ovçuluqla məşğul olması artıq bu ümumi xüsusiyyət deyil. Çünki mezolit dövründə ulizma yox idi. Mezolit dövrü ilə neolit dövrü arasında ortaq xüsusiyyətlərdən deyil. Əhalinin ovçuluq və balıqçılıqla məşğul olması oxşar. Heyvanların əhəlləşdirilməsi oxşar. Ağacın içinə oyaraq qayğıların düzəldilməsi oxşar. Əhalinin böyük bir hissəsinin oturaq həyata keçməsi səhvdir. Çünki oturaq həyat yalnız neolit dövründədir. Venn diaqramını tamamlayın. Mezolit, neolit. Qəbilə üzvlərinin yığıcılıqla məşğul olması oxşar. İbtidai maldarlığın mövcud olması deyir. O zaman oxşar olacaq. A, B. Oxşara verdiyi A ilə B-ni. O zaman ya D-dir, ya da Y-dir. İstehsalın əsasının qoyulması. Əsası qoyulub mezolit dövründə. Tam olaraq formalaşıb neolit dövründə. Ona görə biri olacaq C. Qəbilə üzvlərinin oturaq həyata keçməsi təbii ki, neolit. 2 olacaq D. Əhalinin duluzçuluqla məşğul olması yalnız neolit. 2-yə D. Demək 1-ə C, 2-yə D ilə Y, 3-ə də A ilə B, D variantı. Neolit dövrünün qeyd edilən dövrlərlə oxşar cəhətlərini müəyyən edin. Neolit dövrünün qeyd edilən dövrlərlə oxşar cəhətləri. Mezolit, enolit, erkən tunc dövrü. İndi neolitin mezolit birinci oxşar cəhətlərinə baxacaq. Maldarlıq mövcud idi, bəli, hər ikisində maldarlıq var idi. Daş alətlərinin deşilməsi, xeyr, bu ancaq neolitdir. Əhalinin əkinçiliklə məşğul olması oxşar. Deməli, 1-ə verdiyi A ilə C-ni. Digərlərini çıxardıram. 2-yə baxaq. Enolit. Neolit və enolitin oxşarlığı. Balıqçılığın ikinci dərəcəli sahə olması yalnız enolitdir. Bu neolit dövründə yox. Əhalinin ovçuluqla məşğul olması təbii ki, oxşar. 2-yə verdik B-ni. Dini ibadətgahların inşa edilməsi heç biri tunc dövrüdür. Erkən tunc. Maldarların yarımköçmə həyat tərzi keçməsi xeyr. Köçmə yaylaq maldarlıq yalnız tunc dövrüdür. Tayfaların duluzçuluqla məşğul olması neolit dövründə duluzçuluq yox idi. Əhalinin istehsalla məşğul olması bəli. Demək 1-ə A, C, 2-yə B, 3-ə də C, C variantı. Şərabçılığın meydana gəldiyi dövrə aid deyil. Üzümçülüyün yaranması, yəni Orta Tunc dövrünə aid olmayan istəyir bizdən. Üzümçülüyün yaranması bəli. Mübadilənin genişlənməsi bəli. Əmlak bərabərsizliyin yaranması xeyr. Çünki bərabərsizlik yaranıb erkən Tunc dövründə. Xəritədə rəqəmlə işarələnmiş abidəyə aid uyğunluq pozulmuş. Rəqəm hanı? Rəqəm görmürük. Qobustan. 2-də buradadır. Qayaq rəsmləri aşkarlanmışdı, düzdür. Neolit uyğunluq pozulanı istəyir bizdən. Neolit dövrünə aid istehsal alətlər tapılmışdır. Neolit dövrünə aid istehsal alətlər tapılmışdır, Qobustan. Qobustan da neolit dövrünü öyrənir. Tapıla bilər. Hamısına baxım. Qayaüstü rəsmlərin bəziləri ovsun və dini mərasimləri əks etdirib, bəli, həm də neolit dövrünü öyrənir, düzdür. Yaşayış məskəndə xüsusi ibadət evləri mövcud olmuşdur, xeyr. İbadət evləri erkən tunc dövrüdür. Qobustan abidəsi həm mezoliti öyrənir, həm neoliti, həm enoliti, hətta son tunc erkən dəmir dövründə belə Qobustandan piktoqrafik yazı nümunələri aşkar edilmişdir. Anaxaqanlıq dövrünə aid deyil. İstehlak təsərrüfatı mövcud olması aid. Maldar əhalinin köçmə həyat sürməsi, xeyr. Maldar əhali köçmə həyat tərzi sürüb ata xaqanlığı dövründə, ana xaqanlığı dövründə yox. Mezolit və erkən tunc dövrünün ümumi xüsusiyyətini müəyyən edin. Həm mezolit, həm də erkən tunc. Heyvanların əhəlləşdirilməsi bəli. Çünki əvvəllər deyirdi ki, mezolit dövründə heyvanlar əhəlləşdirməyə başlanıb, enolitdə bitib, amma artıq deyirik ki, mezolitdə başlayıb, erkən tuncda hələ də heyvanlar əhəlləşdirirdilər. Əhalinin maldarlıqla məşğul olması oxşar. Metal işləmə sənətinin inkişaf etməsi üçün mezolitdə metal yox idi.
Təsərrüfatda süni suvarmadan istifadə ancaq erkən tunc. Maldar tayfaların dağlıq zonalarda məskunlaşması ancaq erkən tunc. 1-2 olacaq B variantı. Üst paleolit dövründən fərqli olaraq mezolit dövründə insanlar qəbilə icmasında yaşayırdı oxşar. Əhali çapacaqlardan istifadə edirdi oxşar. Qəbirlərə müxtəlif əşyalar qoyulurdu. Yalnız mezolit olacaq C variantı. Yeni daş dövrünün yeniliklərinə aid deyil, yəni neolit dövrünün. Niyə yazdım ki? Neolit dövrü. Əhali toxadan istifadə edirdi, düzdür. Əhalinin oturaq həyata keçməsi düzdür. İstehsal təsərrüfatının formalaşması düzdür. Sənətkarlıq sahələrinin yaranması düzdür. Dəfn edilənlər yaşayış məskənlərinin arasına bastırılması xeyr. Bu enolit dövrüdür. Yəni enolit dövründə bastırırdılar. Olacaq Y variantı. 21. Xəritədə ulduzla işarələnmiş əraziyə aid düzgün fikirləri müəyyən edin. Ulduzla işarələnib Xocavənd. Baxaq. Tağlar mağarasının yerləşdiyi ərazidir. Bəli, Tağlar mağarası Xocavənddə yerləşir. 3-cü minillikdə şəhər salınmışdı. Xeyr. Qarabağda salınan şəhər Üzərlik təpədə, o da Ağdamdaydı. Xocavənddəki Nərgiz təpə müdafiə divardı, şəhər deyildi. Azərbaycanda ən qədim insan məskənidir. Bəli. 1-3. Azərbaycan tayfalarının şərq ölkələri ilə ticarət əlaqələrini təsdiq edir. Xeyr, bu Xocalı idi. Rəqs yallı rəsmlər aşkarlanmışdı. Xeyr, bu da Qobustan. Olacaq 1-dən 3. Ardıcıllığı müəyyən edin. Qayıqların meydana gəlməsi mezolit. Ölülərin evlərin içində dəfn edilməsi enolit. Dulusçuluğun meydana gəlməsi neolit. Səsli nitqin yaranması paleolit. Deməli, paleolit, mezolit, neolit, enolit. 4, 1... Paleolit, mezolit, neolit 3, sonra da 2, 4, 1, 3, 2. Neolit dövrü öyrənilmişdir. Təbii ki, Göytəpə, Kamil təpə. Bunu artıq 100 dəfə demiş. Tovuzda Göytəpə, Ağcabədidə isə Kamil təpə.